İran ərazisində Amerikalı pilotun xilas edilməsi əməliyyatının detalları diqqət çəkir. Xüsusi təyinatlı qüvvələr İsfahanın cənubuna eniş edib və dağlarda gizlənən pilotu çıxara biliblər. Trump əməliyyatın gündüz vaxtı keçirildiyini deyir. CBS-nin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, pilotun sığındığı bölgəyə yaxınlaşmağa çalışan İran hərbçiləri ABŞ qüvvələri tərəfindən bombalanıb. Siyasi şərhçi Asif Nərimanlının fikrincə, bu, ABŞ-nin İran dərinliklərində quru əməliyyatı keçirməsi imkanlarını göstərdi. Genişmiqyaslı quru döyüşləri çətin görünür, ən azı canlı qüvvələrin qeyri-bərabərliyi baxımından, lakin lokal səviyyədə zənginləşdirilmiş uranın çıxarılması, yaxud strateji ərazilərin ələ keçirilməsi kimi hədəflər istiqamətində mümkünsüz deyil. ABŞ-nin əsas üstünlüyü hava məkanına böyük ölçüdə nəzarət etməsidir ki, mümkün quru əməliyyatlarında hədəfə yaxınlaşan İran qüvvələrinin qarşısı hava zərbələri ilə alına bilər. Pilotun xilas edilməsi əməliyyatı belə bir nəzəriyyənin reallıq ehtimalını gücləndirdi. ABŞ üçün nüfuz məsələsi olan pilotun xilas edilməsini həm də sınaq kimi qiymətləndirmək olar və istisna deyil ki, İran ərazisinə enən Amerikalı xüsusi təyinatlılar quru əməliyyatına hazırlıq istiqamətində də müəyyən addımlar atıb. Bu kontekstdə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossinin bir müddət öncə verdiyi açıqlama İranın 60% zənginləşdirilmiş uranın yarısını İsfahandakı nüvə obyektinin tunel kompleksində saxlanıldığı haqda dedikləri yada düşür. Əlavə edək ki, İranın yeni dini lideri ilə bağlı yeni məlumatlar yayılıb. İranın dini lideri Müçtəbi Xameyni yer altında yerləşən reanimasiya bölgəsində saxlanılır. Bu barədə İsrailin nəşri məlumat yayıb. Nəşrə əsasən mənbə bildirir ki, Müçtəbi Xameyninin bir qolu və bir ayağı tamamilə iflic vəziyyətdədir. İndiyə qədər keçirilən əməliyyatlar zamanı bədən üzvlərini xilas etmək mümkün olmayıb. Bununla yanaşı, şiddətli partlayış nəticəsində onurğasında ciddi problemlər yaranıb. Çənəsi, başı və üz nahiyəsində də yaralar var. Buna görə yeni dini liderin toplantılara qatılması qeyri-mümkündür, nəşr yazır. Maariv qəzeti isə İsrailin mümkün atəşkəs zamanı İranda razılaşmanı imzalaya və daxili vəziyyətə nəzarət edə biləcək şəxsin qalması məqsədi ilə Müçtəbi Xameynini hədəfə almaq niyyətində olmadığını yazıb. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.